Hamıya salam olsun. Hamınızı xoş gördük yeni bir vlogda. Geçen vlog dedim ki artıq məktəb qurtardı, uşaqlar da məktəbə getməyəcəklər. Amma bugün də gedəsi oldular. Çünki Rəyanagildə siniflərində piknik eləyirlər məktəbdə. Ona görə bugün də gedəsi oldu. Mən də heç bilməmişəm. Elə axşam bildim. Saat 10-un yarısı idi. Bildim ki piknik eləyəcəklər. Elə tez getdik marketdən. Bunlardan aldıq. Belə vaflilər aldıq. Sonra belə peçeni götürdüm. Bundan yemişik. Çox qəşəngdir. Xoşumuz gəldi. Ona görə belə kukuruz götürdük. Belə evdə kekslə keçən dəfə pişirmişdim. Videoda da çəkmişəm. Onlardan qalmışdı. Onları da qoydum. Belə bir paçka salfetka qoydum. Bir də belə Fanta, Sprite-la Fanta almışıq. Bir də bunu qoymuşam ki, orada yerə salıb, onsuz da çox adam gətirəcək. Dedim birini də mən qoyum ki, biraz çox olsun. Orada yerə salıb otursunlar. Belə əslində fikirləşmişdim ki, yəni əgər bilsəydim ki, tez bilsəydim ki, piknik eləyirlər, özüm nəsə bişirərdim. Evdən piroqmu, keksmi nəsə eləyərdim ki, ev yeməyi olsun da, ev nəyisə şirniyyat olsun. İndi daha məcbur marketdən aldıq. Özüm də çipsi, nə bilim o xuruşyaşkalı zatı heç nə almadım. Çünki bildim çox adam ondan alacaqdı da. Piknik üçün çox adam ondan alır. Ona görə mən belə şeylər aldım. Belə. İndi gedim uşaqları oyadım. Hazırlaşsınlar, getsinlər məktəbə. Heç bunu necə aparacaqlar bilmirəm. Atası kömək eləyər apararlar məktəbə. Elə ağırdı sadəcə. Bu sok da çox ağırdı. Görək nətər aparırlar. Heç nə, mən də fikirləşmişəm ki, onlardan sonra da mən gedim məktəbə saat 10-a belə 11-in yarısına Sara'la birlikdə gedim ki, orada piknikdə bir-iki video çəkim. Yadigar qalsın inşallah belə. Bunu da Sara'ya aldıq. Bu peçeniyeni də Sara xoşlayır. Bunlar da Sara xoşlayır. Ona görə bunları da Sara'ya aldıq ki, o da yesin. Belə. İndi gedim uşaqları oyadım. İnşallah sizə bir də məktəbdən çəkərəm video. Gedirik Sara'la piknikə, məktəbə. Sara'nda aparıram. İndi bir valideyn var, onu gözləyirəm. Bir yerdə gedirik. Gedək. Biraz videolarını, şəkillərini çəkək uşaqların. Belə demişdim ki, axırıncı gündür uşaqlar gedirlər məktəbə, amma bu gün də gedəsi oldular. Çünki müəlliməsi dedi piknik eləyək uşaqlar ona görə. Sarı çıxam. Biz məktəbə getdik ki, artıq uşaqlar başlayıblar piknikə. Elə məktəbə gedən kimi hamısı yığılıblar. Məktəbin həyətində belə özləri üçün yerə salıblar bu süfrələri. Elə birini mən göndərmişdim, birini də bilmirəm hansı valideyn göndəribdi. Belə özləri üçün açıblar, piknik eləyirlər. Elə biz də getdik, Sara da qoşuldu onunla uşaqlara. Məleykə də getmişdi məktəbə, Rənanla bir yerdə öz sinifindəymiş. Elə piknik başlayanda Rəna çağırıb onu da, o da gəlib onlarla oturub bir yerdə. Sara da burada özü üçün gəzir, elə uşaqlara qoşulmuşdu, ora-bura gedirdi. Amma yenə də dəcəllik eləyirdi, eləcə qalmışdım onun dalınca. Məktəbə gedib girmək istəyirdi. Elə getdim təzədən onunla bir yerdə məktəbdə gəzmişik, siniflərə girir. Həmin gündə günü idi hər yer. Burada da ağaclıqda uşaqlar oturmuşdu, amma Sara günün altında gəzirdi deyə mən də məcbur onunla birlikdə gəzirdim. Belə, ona görə çox çətin oldu. Evə gələndən sonra elə tez Saranı yatırtdım ki, özüm də biraz dincəlim. Elə uşaqlar, qızlar tez çimdilər. Çünki həm isti, tərləmişdilər, həm elə toz, torpaq olmuşlardı, oynayırdılar orada otluqda. Yerdə otururdular, topla oynayırdılar. Ona görə Sara yatdı, durdu. Sonra Saranı da tez çimizdirdim ki, o da belə yerə bir də görürsünüz otururdu. Uşaqdı da bilmir. Elə yerə otururdu. Ona görə onu da çimizdirdim. Həm də isti idi, o da tərləmişdi. Belə, burada da yenə məktəbin içinə girmək istəyir ki, mən məktəbə gedirəm. İnşallah deyirəm, gələn il bəlkə biraz yekələ başa düşər məni. Belə, məktəbdə mənə belə narahatçılıq verməz.
Amma eləcə heç hara gedirəm, ancaq Sahranın dalınca qaçıram. Yenə də şükür uşaqlar özləri üçün əyləndilər, belə oynadılar, xoş vaxt keçirdilər bir yerdə. Məleykə də elə demək olar Rəna məktəbə gedəndən bu siniflə bir yerdədir. Onlarla bir yerdə bütün tədbirlərdə iştirak eləyir. Elə məktəbə gedəndən də 2 ildir. Onlarla birlikdədir. Hamısı Məleykəni Rəna kimi elə bilirlər ki, elə onların sinif yoldaşıdır, tanıyırlar. İndi Sara qoşulubdu artıq onlara. Sara da bütün hər şeydə mən iştirak eləyirəm deyə bütün tədbirlərdə. Ona görə Sara da mənlə birlikdə ordadır. Bu videonu da sinifdə bir uşaq var. Onun valideyni gəlib çəkib düzəltmişdi. Belə videolar düzəldir o. Ona görə gəldi, çəkdi. Uşaqların piknikdə belə videolarını düzəltdi. Çox sağ olsun. Bu video əslində mahnınandır. Sadəcə mən YouTube-a mahnıyla qoya bilmirəm. YouTube mahnıları qəbul eləmir. Ona görə mən heç vaxt mahnıyla qoya bilmirəm. Əvvəldə video düzəldəndə mahnı ilə qoyurdum. Baxırdım ki, avtorski prava yazır. Onda da bilirdim ki, bu mahnını qəbul eləmir YouTube. Ona görə ondan sonra belə başlayıram danışmağa, məcburam. Videoda əgər səsini belə azaldıramsa videonun, deməli orada mən danışmalıyım. Elə-belə səssiz də qoya bilmirəm, alınmır. Belə maraqlı olmaz baxmaq. Bu videoda elə demək olar ki, piknikə aid olacaqdır. Düzdür, biraz ev işlərindən çəkmişəm. Onları da qoyacağam axırda. Amma belə əsasən piknikə aiddir. Axırıncı elə dərs günü idi. Uşaqlar bitirdilər dərslərini. Artıq tətilləri başladı. Rənanla Məleykə artıq 3 ay evdə olacaqlar. Elə başa salmışam ki, bu 3 ayda mənə kömək eləyin. Onlara işlər istəyirəm verim ki, elə ev işlərində mənə köməklik eləsinlər. Toz soranlanmaqdır, belə evlər silməkdir, toz almaqdır. Silməyə yenə də elə yox, düzdür həvəslənirlər. Məleykə hər dəfə deyir ki, mama ver mən siləcəm evləri. Bilirəm ki, hələ ki təmiz silməzlər. Elə toz soranlamağı da verirəm. Görürəm ki, yaxşı toz soranlamırlar. Üstündən bir dəfə özüm də eləyirəm. Amma yenə də deyirəm ki, eləsinlər, öyrəşsinlər. Belə bu 3 ay ayda inşallah dincələrlər evdə. Onları belə hazırlıqlara qoymayacağam. Hər il qoyurdum ingilis dilindən hazırlığa. Artıq 4 ildir onlar ingilis dilindən hazırlığa gedirlər. Yay da gedirdilər həmişə. Sadəcə bu yayı dedim ki, uşaqdılar, dincəlsinlər. Onları qoymadım hazırlığa. Çünki gördüm ki, çox yorulublar. İlin axırına çox yorulmuşdular artıq. Elə gözləyirlər ki, məktəb qutarsın, dərslər də elə güclə elətdirirdim. Görürdüm ki, çox yorulublar. Çünki mən onlara istirahət vermirəm artıq. 4 ildir də demək olar ki, onlar elə yayda da, kanikullarda da dərslər eləyirlər. Elə ingilis dilindən düzdür hazırlığa gedilir, amma o birisi dərslərin hamısıları mənlə eləyirlər. Elə yayda da onlara çoxlu dərslər verirəm ki, eləsinlər, yadlarından çıxmasın heç nə. Sabahınız xeyir. Bugün artıq 5-ci gündür. Ayın 13-dür. Uşaqlar bu gündən dərsə getmirlər də. Kanikul başladı, evdədirlər. Elə səhər uyandılar, onların səhər yeməklərini verdim. İndi gəldim ki, bunu çırpım. Dünənlərim o Rənanın piknikinə qoymuşdum bunu, yerə salsın, o üstündə otursunlar. O da belə otlar olubdu bu. Uşaqlar orada çırpırdılar. Dedim, çırpıb özünüzü toz eləməyin də. Özüm gedib evdə təmizləyəcəm. İndi gətirdim bunu çırpım. Görüm nə qədər gedir. Getməyəndə belə əlimlə təmizləyim. Qoyum, yuyulsun. Dünənlərim orada nətəri yoruldumsa, Saranı da aparmışdım. O istidə Saranın dalınca qaçmışam. Eləcə gedirdi, məktəbə girirdi. Ora qaçırdı, bura qaçırdı. Mən də onun dalınca günün altında çox yoruldum. Ona görə elə gələn kimi Saranı yatırtdım. Qızlar da çimdilər. Sonra Sara durdu, onu da çimizdirdim. Elə bir iş də görə bilmədim. Çünki çox yorulmuşdum günün altında qaçmaqdan. Ona görə elə bir iş də görmədim dünənlərim. Elə bunu da saxladım ki, bu gün eləyərəm, heç nə olmaz. İndi bugün səhər durandan yenə başladım işlərimə. İndi bunu təmizləyim, qoyum yuyulsun. Sonra da balkonu yenə təmizləyim. Artıq uşaqlar evdədirlər də məktəbdə yoxdur. Bunun burası lap çox otdur. Görüm necə təmizlənir. İnşallah çırpanda gedər.
Belə divanın da üstünə gətirib başqa şey salacağam. Həmişə bunu salırdım. İndi bu təmizləyim, yuyum, başqasını salaram divana. Buraları da təmizləyim, yenə bura yerə şey salım. Yadımdan çıxdı. Palas salım bura, buranı təmizləyim. Uşaqlar yenə burada bütün günü otururlar, oynayırlar, başları qarışır. Belə bu günlərim çoxlu işlərim var. Onların hamısını istəyirəm görüm. Çünki şu qızlar da evdədirlər, saran başını qatacaqlar. Ondan oturacaqlar, mən də işlərimi görərəm rahat inşallah. İstəyirəm tamam otaqların hamısını tamam belə təmizləyim, hər şeyini. Ki sonra elə bütün yayı belə də elə bir işim qalmasın. Pəncərələri də silmədim. Çünki silmək istəyirdim, havalar isinəndə başda istəyirdim siləm. Buranı remont eləyəndən sonra belə elədilər də. Belə tozunu alırdım ki, uşaqlar burada oynayırlar, əlləri toza da dəyməsin. Amma görürəm ki, orada görürsünüzsə ustalar işləyirlər. O tərəfləri düzəldilər. İndi buralara da gələcəklər. Uzağı bir həftə elə biləm gəlib düzəldəcəklər. Ona görə də dəymədim ki, bayraqlar da asmadıq. Bayraqlar buradan açdıq. Amma asmadıq yerinə ki, onsuz da ki, ustalar gələcəklər. Belə orada işləyirlər. Orada işləyirlər o evdə. Taxtasını dəyişirlər. İndi uzağı bir həftəyə, 10 günə bəlkə də gələcəklər bizə düzəltməyə. Ona görə balkonu ancaq belə buralarını siləcəm. Uşaqlar əl vuran yerlərini siləcəm ki, qalan yerlərini qoy gəlsinlər. Tamam da taxtaları, bu taxtaların hamısını dəyişəcəklər. Belə korичневый taxta ilə eləyirlər. O birisi tərəflərdə görmüşəm. Buraları zadə hamısını, bütün patolokun, taxtalarını, hər yerini, krışanınkini dəyişirlər. Ona görə hər yer bilirəm təzədən toz olacaq. Ona görə heç əl vurmuram. Çox o yuxarıları zadə təmizləmirəm heç. Ancaq uşaqların əli dəyən yerləri təmizləyəcəm ki, oynayanda toz olmasınlar. Tamam hər şeyi qutarandan sonra, remont qutarandan sonra buranı əməli başlı tərtəmiz təmizləyəcəm artıq. İnşallah. Belə. İndi bunu təmizləyim, qoyum yuyulsun, balkonu silim, uşaqlar oynasın. Mən də başlayayım işlərimə. Belə bunu bayaqdan çırpıram. Yoruldum da çırpmaqdan. Amma yenə də belə buralara giribdi bunlar, otlar. Onlar çırpanda çıxmırlar. İndi qızlara deyəcəm, gəlsinlər, yavaş-yavaş bunları belə təmizləsinlər. Belə istəmirəm paltar yuvana qoymaq bunu. Ona görə gəlsinlər, deyəcəm, belə təmizləsinlər bunu. Sonra qoyaram, yuyulsun. Belə. Özümün işim var deyə vaxtım yoxdur mən bunu oturub belə burada təmizləməyə. Balkonu sildim, qutardım. İndi gəldim pilləkəni süpürüm, düşüm. Əslində buranı süpürməlidir. Burada yoldur da, buradan adamlar keçirlər. Belə yoldur. Sadəcə süpürənlər buraları süpürürlər. Bu evin qabağını Sara da gəlmək istəyir. Evin qabağını süpürmürlər, bilmirəm niyə. Burada yoldur da, onsuz da. Ona görə gəldim, hərdən belə düşürəm buraları, belə süpürürəm ki, biraz təmiz olsun, heç olmasa. Belə. Buraları da bütün buluyublar, o şey eləyəndə. Buranı da eləyiblər, amma neçə vaxt orada qalıb, onu süpürgəçilər gəlib süpürüb götürmürlər. Əslində o götürməlidirlər, onların işidir də, bu yoldur. Simboli, bunu biz eləməmişik, bunu dövlət özü dəyişir, buraları. Onlar töküblər də, onların ustalarıdır, bizim öz ustamız deyil ki. Təmizləməlidirlər, amma eləmirlər. İndi gərək onu da özüm yığım mən. Çox da elə dərindən təmizləmədim balkonu da, elə buranı da elə belə süpürürəm. O yüzden eləyirəm ki, evin qabağı təmiz olsun. Onsuz indi gələcəklər taxtaları dəyişməyə. Yine piknik. Hə, piknikdir. Sara piknikə başlayıbdı burada. Getdi peçenləri özü götürüb gəlib ki, otursun burada. Heç yemirdi, eləcə ancaq oynayır, belə düzür ora bura. Divanı da saldım, bunu saldım. Hələ ki düzdür, bu yekədir, o qırmızı burada. Bu qırmızı daha rahatdır bura. Bunda elə gedib gəlib qızlara da demişəm. Belə otlarını deyirəm təmizləsinlər üstündən. Qoyum yuyulsun, sabah bunu salaram.
Hələ ki bunu saldım. Bu da yekədir. Daldan da çox sallandı, burasından da sallanır. Amma yenə də nəsə üstündə olsun da divanın. Mama, bana renk öğretmişsin anne. Mama, bana renk öğretmişsin anne. Otağını plisosduyum. Vəbşə ilə otaqların hamısını eləyim bir əl ki, sonra üstündən də silim otaqları. Amma plisosum xarab oldu, birisi plisosum. O yaxşı idi, rahat idi. Bu sunan işləyir. Bu çox narahatdır. Həm yekədir, həm də hər dəfə su doldur, sonra onu yu. Amma o birisi yaxşı idi. Elə qabını təmizləyirdim. Təzədən qabı kapronu idi. O da uca bizə 2019-cu ildə almışdıq. 5 il yarımdır uca bizdə o birisi plisos. O da nəsə dünən işlədəndə səsi bərk gəldi, bir də iyi gəldi içindən. Ona görə çıxartdım, qoydum qırağa. İndi gərək onu ustaya göstərək ki, düzəldə bilsə düzəltsin, daha düzəldə bilməsə gərək başqasını alaq. Çünki bu plisosu heç işlədə bilmirəm. Narahatdır mənə sunan olan. Bu çoxdan, qaynanam bunu çoxdan alıbmış, neçə illərdir artıq. Elə sonra başqa plisoslarımız oldu, işlətdik deyə bu qaldı. Bunu çox işlətmədik. İndi daha o xarab olub deyə dedim, gətirim bunu eləyim. Bunu da hər dəfə çaşıram. O birisində burada yer var idi, belə eləyirdim, işləyirdim. İndi hər dəfə bunu belə eləyirəm. Bu bir də yadıma düşür ki, bu taxmaq, qoşmaq yeri burdandır. Belə indi otaqlar plisosduyum, sonra silim. Bu gün də hava çox istidir, çox dünən də isti idi. Bu gün də yayın o havası hiss olunur. Çox istidir. Haycan, gəl. Səranda yay paltarı belə geyindirirəm. Belə şortik, koftası. Bodi də əynindəki də içəri salıram, həmişə də daldan elə çıxır, sallanır bodisi. Belə başlayayım işimə Sara imkan versə. Sara, bırax qoy mama işini görsün. Axşam çıxdıq, biraz gəzək. Artıq 3 gündür hər axşam çıxırıq. Bir saat gəzirik. 2 gün sonrasız çıxdıq. Sara çünki tez yatdı. Saat 10-da yatdı axşam. Elə ondan sonra çıxdıq. Bir saat gəzdik, şəhərdə gəldik. Amma bu dəfə gördüm ki, Sara gec yatacaq. Ondan sonra da çıxa bilmirik. Ona görə dedim Sara'la gedək gəzək biraz da. Elə yaxşı ki də tez getmişik. Çünki biz evə qayıdandan bir neçə dəqiqə sonra hava dəyişdi, yağış yağdı, ildırım çaxdı, göy guruldadı. Belə bərk külək əsirdi. Yəni çölə çıxmaq qeyri-mümkün idi. Elə yaxşı ki də dedim tez çıxdıq, gəzdik. Vlogu sona qədər izlədiyiniz üçün çox sağ olun. İnşallah gələn vloqlarda görüşərik.